Gözəl həmlələrim ana olmağa hazırlaşır. Hamısı ağır xəstələrdir, həmləliklərdə çox çətin keçir. Birinci pasiyentimiz 11 il ikincili sonsuzluqdan əziyyət çəkirdi. Antimüller 001, PSH 11 və cəmi 2 dənə folikulu var idi. Buna baxmayaraq möcüzə doktor cəmi bir kurs müalicə nəticəsində həmləlik baş verdi. Həmləliyimiz çox çətin keçir və 28 həftədən sonra uşaqlıq boyu başladı qısalmaq. 25 millidir, hal-hazırda 32-33 həftəlik 15 millidir. İnşallah axıra kimi çatarıq, qızımız yataq rejimində müalicədədir. 36 həftəyə kimi ümidi ilə axıra kimi çatarıq. İnşallah sizin sayənizdə bu yerə qədər gəlmişik. Bundan sonra da yaxşı olar inşallah. Növbəti qızımız 30 həftəlikdir, riskli həmləlik keçirdik. İlk dəfədə elə müalicə nəticəsində bir uşağımız var, sonra təkrar həmləlik olub uğursuz. Üçüncü də gəldi yanıma, hər şey yaxşıdır. 30 həftəyə çatdıq, sizi təbrik edirəm. Çox sağ olun. İnşallah sizin sayənizdə 38 həftəni tamamlayıb ikinci körpəmi qucağıma alaram inşallah. Çox sağ olun. Allah qoysun. Növbəti qızımız 8 ildən sonra ikinci dəfə ana olmağa hazırlaşır. Eyni qızımız da birinci həmləlik uğursuz idi, inşaafdan qalma. Sonra gəldi yanıma, müalicə elədik, bir qızımız var. Sonra təkrar inşaafdan qalma oldu, təkrar gəldi müalicəyə və hal-hazırda şükürlər olsun 35 həftəyə çatdıq. Sizi təbrik edirəm. Çox sağ olun doktor, sizin sayənizdə 35 həftəyə çatdıq. İnşallah sağlıqla övladımı qucağıma alıb gedərəm. İnşallah arzu edirəm ki, hamısı sevinsizlər, hamısı belə tonkuş olub getsinlər evlərinə və körpələrimizi qucağımıza gedib hamısını sevindirək. İstəyənlərə də qismət olsun.